Salamlayıram sizi, əziz izləyicilərimiz. Bir dənə mebelli evlə gəlmişəm. Şəxsi tikilidir. Bu ev özü üçün sifarişlə tikilib, əziz izləyicilərimiz. 3 sotun içindədir. Evimizin ümumi otaqları var ha. Çox genişdir. Yəni bu qiymətə 4 otaqlı bu cür kvadratla tapa bilməzsiniz. Həyətində söhbətgahı, evimizin sağ və sol tərəfindən arxasına girişi, qoşadaşla, kəmər bünövrəsi betonla necə lazımdır? Maçdağa Zabrat yolunda, notariusun yaxınlığında, əsas yoldan 50 metr məsafədə bilənlər bilir burada torpağın qiyməti neçə idi. Bu dəqiqə heç 20 minə burada torpaq tapmaq olmur sotu. Yəni, baxın həyətinə. Kamera sisteminə kimi var. Elektronika daxil satılır qiymətin daxilində. Elektronika daxil satılır. Sadəcə olaraq endirim olsa elektronikanı çıxardacaq. Daxil olaraq evin içində otaqlarla sizi tanış edeyim. Həqiqətən dosta qardaşı qismət olsa evdir. Bu evi almağa tələsin. Yoxsa bu ev satılacaq. Belə deyək də, əziz izləyicilərimiz. Birinci gələn müştəri bu evi alacaq. Çünki qiyməti də çox münasibdir. Evimizin özü də böyük evdir. Kombisi zadı hər bir şeydir. Yaşayışlı 4-5 ilin evidir. Yerləşmə yerində də ki, söhbət yoxdur. Daxil oluruq evin içinə, otaqlarla sizi tanış edəyək. Azad çəkək, bir dənə dəhlizinə bax. Bunlar hamısı qalır ha, qardaşım. Mətbəxini göstər. 3 mərtəbə mətbəx mebelimiz. Şəxsi istifadə üçün yaşanılan evdir. Yəni, bütün mebellərimiz hamısı bahalı mebellərdir. Qalacaq hamısı. Sadəcə olaraq qiymətdə endirmə olunsa elektronika çıxacaq. Bir dənə qonaq otağının genişliyinə baxın. Bura neçə olar? 4 metrin 7 metrdən bəlkə çoxdur. Genişliyi göz qabağındadır. Spirit konserni kimi var. Bir dənə uşaq yataq otağını göstərir, qardaş. Bu da uşaq yataq otağımızdır, görürsünüz. Otaqlarımızın pəncərəsi hamısı öz həyətinə açılır. Özü də aralıdır hasardan, işıqlıdır otaqlarımız. Bir dənə böyük yataq otağını göstər. Bir dənə rəy bölməsini xahiş edirəm, yazın ki, görün. Bu ölçüdə 4 otaqlı evdə yataq otağı var, yoxsa yox. Məncə yoxdur, mən görmürəm. Bütün evləri mən qeyrəm. Bir dənə bu yataq otağında olan mebellər çıxacaq əziz izləyicilərimiz. Bir dənə bu yataq otağından. Gəl hamam otağında çək. Sənədimiz həm torpağın, həm evin kupsası ilə əziz izləyicilərimiz. Paşet kupsadır. Yerləşmə yerini dedim, Maçdağa Zabrat yolu, notariusun yaxınlığı, əsas yoldan 50 metr məsafədədir. Burada torpağın sotu çox bahadır. Yəni, bilənlər də bilir. Qiymətimiz 110 min manat. Real alıcıya sahibi tərəfindən endirmə olunacaq. Aşağıda göstərilən nömrə ilə əlaqə saxlayın. Bir də səhifəmizə takib atın, videonu da bəyənin. Bu ev satılacaq. Birinci gələn müştərinin də ev bu. Aşağıda göstərilən nömrə ilə tez əlaqə saxlayın. Sağ olun, minnətdarım.